Avropada oturub, Rusiyada oturub, deməli, nə desələr yaxşıdır. Yazdılar ki, bu qeyrətləri olsaydı, deməli, Qərb Azərbaycandan, İrəvandan qaçmazdılar bu yerəzlər. Qeyrətimiz olsa. Deməli, bunlar qeyrətlidirlər. Ay bir qeyrət, qeyrətin var idi, lap qaçır, gələydin silahla, deyəydin hara qaçırsınız. Öz torpağınızdır ümumi. Silah verdiniz, yox, heç nə vermədiniz. Bu bir. İkincisi, mən o 88-in deməli burada Bakıda başlayanda Sumqayıtda ermənilər ki, Sumqayıtda erməniləri öldürürdü. Orada mitinqlər başladı 88-in fevralında. Opera teatr var. Orada biz 150 min, 200 min adam yığışardı. Mən də gedib yazırdım mitingdə. Hətta ermənilər sonra o qondarma dostlar dedi ki, Oktay, səni burada vurarlar da, istəmirik vurarlar. Niyə? 1950-ci ilə qədər 50-ciyəcən ruslar erməniləri ki köçürtmüşdü, onlar bizi bilirdilər, türkümdür, türkümü bilirdilər. İrəvan 65-əcən türklərin əlində idi demək olar. Yəni saxlayırdılar. Bax, belə oğullar olub da. Mən danışanmaram, vaxt yoxdur. Deyərsiniz, nağıl danışır, buna 2-3 saat lazımdır. Orada ermənilər əgər məni satsaydılar, onu Tanrı qorudu. Niyə satmadı? Orada elə 150 minin ayağının altında qalacaqdım. Amma mən yazırdım gündəlik. Sonra zəng elədim aprel ayında ki, burada soyqırım törədəcəklər. Bütün Qərb Azərbaycanda, yəni kəndlərə hücum olacaq böyük. Hardakı kəndlərdə ta ki o ahalidir da. Burada mənə mərkəzi komitəyə zəng gəlib, deyirəm kimli danışam, bəs ответственный дежурный, Ruscalda deyirdi. Dedim, İrəvanda hücum olacaqdı, basqın olacaq. Deyir, İrəvanlısan? Deyirəm, bəli. Ayıb deyil, şəhər adamsan, panikaya düşmüsən. Mənə şüyədə panika. Ki biz ermənilərlə körpü salırıq, nə bilim, dostluq eləyirik, narahat olma. Gör indi kəndlərdə nə vəziyyətdir. Siz əgər şəhərdə belə panikə düşürük, kəndlərdə yazırlar nə gündədir. Bu satqın, bu qeyrətli deyirsən. Bir qeyrət erməni idi, rus idi, nə idi görsən? Dedim, yəni kömək eləyin də, istər silahı da açıqdır, yanmaram açıq. Silah verməli idi, vermədilər. Özləri gəlməli idi, gəlmədilər. Ruslar da orada oturmuşdular. Deməli, Dvaret Sporta var, Dinamo. İrəvanda hardakı türklər çox yaşayır orada, şəhərin mərkəzi. Orada rus əskəri var. Mən o generalı gördüm, dedim, bəs burada məhəllədə heç kəs yoxdur. Dedim, idicə razbiriti Sumqayıtım. Siz gedin Sumqayıtdan. Onda başa düşdüm ki, bunlar gəlib bizi buradan rədd eləməyə. Bax, bu qədər. Ay qeyrətli. Oğul, kömək eləyəndə bir qeyrət ruslar çıxartdı. Silahsız adam nə etməli idi?